Siz idiniz ya mayanlıq veren, gördünüz. Siz idiniz. Yine de yazdım ki yok ki. Yine de yazıqdır. Kimsəsi yox, nənəsinə baxır, Allah qapısını açsın. Olmalıydı da belə. Əxlaqsız yayın aparanda bilmirdi, belə olacaq. Amma Allah qapısı açsın, çox pis oldum, Allaha and olsun, bax anamın qəbrinə and olsun. Niyə paxıl oluram ki? Paxılı adama işkinə vermirlər. Sizlər idiniz, gülmək qoyurdunuz, o İlhamədə də heylə elədiniz. Gülmək qoyurdunuz, 20 min yığışırdınız başına, tutulanda da yazdınız ki, yaxşı oldu. O da şirnikirdi. Niyə paxıl oluram ki? Siz idiniz, gəlin mənə yazan. Allah'a şükür. Paxlı insan hiç vaxt Allah vermiş. Ben danışmayacağım. Pis oldum Allah'a hamdolsun. Yazıqdır. Siz idiniz. Gülməyə qoydusu da şirnikirdi. Yalancısını sevinirəmsə. Mənə ağarmışdı, çörəyimi əlimlə almışdı, gəlib qapıma daş atırdı, yazıqdır. Kimsəsi də yoxdur. Sizsiniz. Mən heç kimin nəysə olmağına sevinmirəm. Sizsiniz. Mən deyəcəm. Dəyişdiyin günü, 20 gün oldu. Deyil. Ama prosto bu aşağı niye 70 oldu, üstler 67 oldu, onu bilmirəm müəllim bax da. Bu 0-0 olacaq bax. Umudova maraqlıydı lap yaxşı da. Amma əslində ona yazmalıydınız ki, lazım deyil əmə. İçindeki. Ben sevinmirəm, Allah kömək olsun. Ooo, Heşman Zəkkə, ay Gülnarə xanım, mənə pərdə göndərdi Gülnarə xanım. Heç yadımdan çıxıb, o zəng elim, ay Gülnarə xanım. Sən çox sağ ol. Ooo, yadımdan nətər çıxıb Gülnarə xanım, Allah sərdənə qapını yuyuram. Çıxanları götürdü, xeyr, qutu almamış ama.